Konqoda Eboladan ölənlərin sayı artmaqda davam edir. İnsanlıq isə daha bir nadir xəstəliyə qalib gəldi. Bütün bunları bilmək üçün və digər maraqlı və qeyri-adi xəbərləri eşitmək üçün mütləq sona qədər bizi izləyin. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Ölkə artıq epidemiya elan eləməyə hazırdır. Konqoda ölənlərin və eyni zamanda Ebolaya yoluxanların sayı günü-gündən artır. Nə etməlidirlər ki, digər ölkələrə bu virus yayılmasın sualının cavabı növbəti süjetdə. Oteldə hamilə qalanlara pul mükafatı veriləcək, təxminən 4700 manat. Polşanın ən böyük otel və daşınmaz əmlak şəbəkələrindən birinin sahibi Vladislav Graxovski ölkədə doğum səviyyəsinin aşağı olmasına qarşı mübarizə məqsədi ilə maraqlı təşəbbüs irəli sürüb. Sahibkar onun otellərində qonaqlayarkən hamilə qalan cütlüklərə müxtəlif hədiyyələr və mükafatlar vəd edir. Graxovski bildirib ki, 23 Arch otelindən birində qaldıqları müddətdə hamilə qalan cütlüklərə pulsuz ailə şənliyi təşkil olunacaq. Məsələn, gender party və ya ad günü. Bundan əlavə, Arçedən ev alan istənilən müştəri və ya işçi 5 il ərzində uşaq sahibi olarsa 10.000 zlotu, yəni 4700 manat məbləğində mükafat qazanacaq. Şirkət eyni zamanda proqram çərçivəsində doğulan ilk körpənin valideynlərinə uşaq arabası və xüsusi xoş gəlmisiniz dəsti təqdim edəcəyini də açıqlayıb. Bu xəstələrə diaqnoz qoyulandan sonra 10 il ərzində yaşamaqları belə möcüzə idi. Amma indi bu xəstəlik tarixə qovuşdu. Çünki insanlıq daha bir sağalmaz xəstəliyə qalib gəlməyi bacardı. Bu münasibətlə hər kəsi, xüsusilə də alimlərimizi təbrik edirəm. Daha bir genetik xəstəliyə qalib gəldi. Avropalı alimlər genetik və müalicəsi çətin olan Huntington xəstəliyinin inkişafını ilk dəfə dayandırmağa nail olub. Niderlandın Unicure biotexnologiya şirkəti tərəfindən hazırlanan və gen terapiyasına əsaslanan AMT-130 adlı preparat klinik sınaqlarda ümidverici nəticələr göstərib. Xəstəlik beyin hüceyrələrini zədələyərək qeyri-iradi hərəkətlərə, əzələ tonusunun pozulmasına və psixoloji dəyişikliklərə səbəb olur. Adətən diaqnozdan sonra xəstələr 10-13 il ərzində həyatlarını itirir. AMT-130 preparatı genetik səbəb olan Huntington zulalının səviyyəsini azaldır. Amerika Birləşmiş Ştatlarında keçirilən 1-ci və 2-ci fazalı klinik sınaqlarda xəstəliyin yeni başlanmış mərhələsində olan 26 pasiyent iştirak edib. Onlardan bəzilərində MRT nəzarəti altında beyinlərinə preparat yeridilib. 3 il sonra bu xəstələrin 75%-ində xəstəliyin inkişafı demək olar ki, dayanıb. Mütəxəssislər qeyd edir ki, bu müalicə üsulu xəstələrin həyat keyfiyyətinə əhəmiyyətli dərəcədə artıra və onlara uzun illər normal həyat bəxş edə bilər. Alimlər bunu Huntington xəstəliyinin müalicəsində tarixi bir dönüş nöqtəsi kimi qiymətləndirir. HIV virusu əleyhinə peyvəndlərin qiyməti 68 manat olacaq. Bu barədə istehsalçılar danışıblar və onlar qeyd ediblər ki, artıq ilin sonunda nisbətən az təminatlı ölkələrə bu kütləvi şəkildə peyvəndlərin satılması prosesinə başlanılacaq. Yeni, daha ucuz insan immun çatışmazlığı virusu peyvəndi. İnsan immun çatışmazlığı virusunun qarşısının alması üçün yeni dərman 2 il ərzində 100-dən az inkişaf etmiş ölkədə daha ucuz qiymətə satılacaq. Bu addımın milyonlarla insanın müalicəsini təmin edəcəyi və dünyada bu virus epidemiyasına son qoyacağı gözlənilir. Lenacapavir adlanan inyeksiyanın bu ilin sonunda satışa çıxarılacağı və $40, yəni 68 manata qiymətləndiriləcəyi proqnozlaşdırılır. Preparatın daha ucuz versiyası 2027-ci ildə aşağı və orta gəlirli 120 ölkədə təqdim ediləcək. Alimlər iddia edir ki, bu dərman virusun hüceyrələrdə çoxalmasını əngəlləyir. Bir çox aşağı və orta gəlirli ölkələr üçün insan immun çatışmazlığı virusunun qarşısını alması lüks deyil, zərurətdir deyə istehsalçılar vurğulayır. Allergiyası olanlara da xoş xəbərimiz var. Əgər bu xəbəri sonuna qədər izləsəniz, 30 dəqiqə ərzində öz problemlərinizdən necə qurtula bilərsiniz, bunu biləcəksiniz.
Evdə allergiyanı 30 dəqiqəyə azaldan texnologiya. Amerika Birləşmiş Ştatlarının Kolorado Universitetinin alimləri müəyyən edib ki, xüsusi ultrabənövşəyi şüalanma pişik tükləri, toz gənələri, kif və ağacların tozcuqları kimi allergenləri məhv edir. Gözlərin şişməsi, qaşınma və astma tutmalarına səbəb olan bu allergenlər mənbə aradan qalxsa belə evdə aylarla qalır. Ultrabənövşəyi şüaların allergenləri yox etməsi ilə bağlı araşdırmanın nəticələri American Chemical Society Environmental Science and Technology Air jurnalında dərc olunub. Tədqiqatçılar 222 nanometr dalğa uzunluğuna malik ultrabənövşəyi lampalardan istifadə edib. Bu dezinfeksiya üçün istifadə olunan ənənəvi ultrabənövşəyi şüasından daha təhlükəsiz hesab olunur. Onlar hermetik kamerada toz gənələri, kif və ev heyvanlarının tüklərindən alınmış allergenləri püskürdükdən sonra 4 kompakt ultrabənövşəyi lampasını işə salıb. Cəmi 30 dəqiqə ərzində allergenlərin immun sistem tərəfindən tanınma səviyyəsi 20-25% azalıb. Bu nəticələr göstərir ki, allergenlərin təsirini sürətlə azaltmaq mümkündür deyə araşdırmanın müəllifi Tessa Aydan bildirib. Marketinq çox maraqlı peşədir, amma bəzən insanların xəyalına gələn müxtəlif variantlar və kreativ sayıla biləcək düşüncələr həqiqətən də heyrətə salır. Polşada bir otelin sahibi onun otelində hamilə qalan cütlüklərə 5000 manata qədər mükafat təqdim eləyəcək. Oteldə hamilə qalanlara pul mükafatı veriləcək, təxminən 4700 manat. Polşanın ən böyük otel və daşınmaz əmlak şəbəkələrindən birinin sahibi Vladislav Graxovski ölkədə doğum səviyyəsinin aşağı olmasına qarşı mübarizə məqsədi ilə maraqlı təşəbbüs irəli sürüb. Sahibkar onun otellərində qonaqlayarkən hamilə qalan cütlüklərə müxtəlif hədiyyələr və mükafatlar vəd edir. Graxovski bildirib ki, 23 Arch otelindən birində qaldıqları müddətdə hamilə qalan cütlüklərə pulsuz ailə şənliyi təşkil olunacaq. Məsələn, gender party və ya ad günü. Bundan əlavə Arch-dən ev alan istənilən müştəri və ya işçi 5 il ərzində uşaq sahibi olarsa 10.000 zlotu, yəni 4700 manat məbləğində mükafat qazanacaq. Şirkət eyni zamanda proqram çərçivəsində doğulan ilk körpənin valideynlərinə uşaq arabası və xüsusi xoş gəlmisiniz dəsti təqdim edəcəyini də açıqlayıb. Rusiya alimləri antibiotiklərin yaradılmasını sürətləndirmək üçün süni intellektdən istifadə etməyə başlayıblar və əgər laboratoriya tapsalar, bunu patentləşdirib dünyada bir ilkə imza atacaqlar. Süni intellekt antibiotiklərin yaradılmasını sürətləndirir. Alqoritm avtomatik olaraq dərmanlar üçün namizəd molekulları seçir. Rusiyanın Milli Tədqiqat Universiteti alimləri yeni antibiotiklər üçün namizəd molekulları avtomatik seçən süni intellektə əsaslanan sistem hazırlayıb. Alqoritm bağırsaq çöplərinin davamlı ştamlarına qarşı potensial effektiv olan 56 birləşməni müəyyən edib. İndi onlar laboratoriyada yoxlanılmalıdır. Antibiotiklər dərmanların təsirindən yayınmağı öyrənən bakteriyaların təkamülü səbəbindən zamanla öz effektivliyini itirir. Bununla mübarizə aparmaq üçün bütün dünyada mütəxəssislər yeni maddələr axtarır. Rusiyanın Milli Tədqiqat Universitetində hazırlanmış alqoritm əksər oxşarlardan fərqli işləyir. O, sintez sürətini, toksikliyin olmaması və yan təsirləri nəzərə alaraq eyni vaxtda iki bakteriya zülalına qarşı molekullar yaradır. Kompüter modelləşdirilməsinə görə bəzi birləşmələr mövcud antibiotik növbəsindən daha yüksək aktivlik nümayiş etdirdi. Hesablamanın dəqiqliyi 81%-ə çatır deyə alimlər bildirir. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.